belə tut. Ola bilər, torpaqda hər şey çıxa bilər içindən. Yanların düz elə, əl tikanlıdır, əl bolatmasına ehtiyac olur. Aça bilməmsən, hələ qayçı verim sənə Hüseyin. Qayçı verim sənə. Varsa açın. Heç olmaz, sən bunu belə qoy, bax bura, ayısın. Sən də altına bunu götür, birvizin gülü bu. Bu nə gözəl, nərgiz gülü soğanağı da var, əla. Əyləş. Əyləş. Əlindən kimdə də elə qızım? Hə, indi bunu sən torpaq tökəcəksən, sonra bunu sən bunu əkəcəksən, bax bunu, sən də onu torpaqla doldur içini, gəlsin. Hə, bu niyə bura tökülüb qızım? Gülü ortaya elə. Yoldaşım verir, al bundan elə, sonra qaytararsın. Bunu belə elə. Ömər. Uşaq, yoldaşımızla paylaşır, amma icazəsiz olmaz. Hə, ay elə elə. İndi bunu lap dibə qədər belə bastır. Ay. Uşaq, görək kimin gülü? Niyə? Bax, veririz bax. Niyə balam? Bax, torpağımız var. Mama da tökməyə qabımız yox. Gəl belə eləyək onu, gözləyin. Gəlin, sal. Gəl. Hadi sənin gülün. Qışqırma. Yaxşı oğlum, yaxşı. Şimdi sənə yoldaşlarım verir. Banu gülün 3 dənə gülü var, maşallah. Qızım əkdin. Afərin. Dayanmır o. Dibin bərkidi. Baxın. Hə, özü biraz uzun. Hə, biraz. Yavaş. Daş, gül tapdın sən özüvə, verdi yoldaşlarım. Hə. Sən torpağın az oldu ama biraz. Biz nə edəcəyik? Mən sənə biraz da torpaq verirəm. Baxın. Başqa butulka var orada məndə, onun da parti olur. Yaxşı? Nə turu da onun içində bilirsən, nə gülü dəkdiyim. Kim? Gəldim qızım. Əli Hüseynə baxın. Gəldim. Gözəl. Töksün qızım buna. İndi yoldaş Ömər. Ay Ömər. Orada mənim suyum var. Onu götür oğlum. Gözlə bakalım. Bunun içində var. Gəl bunu ver Məryəm töksün biraz özünə. Məryəmin gülün dibində su yoxdur. Ne oldu oğlum? Doldura bilmədim. Ha, sən də bəlsin, onu ver qavaşa. Sən də doldur özünü. Necə bala? Biraz sən də tök. Ama az tökü daşmasın. Kızım biraz tök. Üstüne töklər, araldır biraz. İndi onu ver mənə. Ağlamasan. Buyur oğlum. Biraz tök, çox. Lap az. Siz su töktünüz Məhəmməd Əli? Hə, tök. Bəsdir, tökmə. Bəsdir, tökmə. Tökəbildin biraz? Altı beşini. Onu qabına qoymadın ki, oğlum. Qabına qoy ki. Ay, sən tez qoy. Aferin, bitti. Bitti, Turgut. Yaxşı, çəkərəm. Gördüm. Yaxşı. Gedəşəm. Kimə suya ehtiyac var idi? Al, müəllimə versin, sən tök. Bunu götür. Onu qoy yerinə. O termosu içməli suya. Bəs elədi sənə, kifayət elədi. İnşallah bitər bu işimizi. Hüseyin, sən töktün su buna. Lazımdır sənə də müəllimə versin. Ne olacaq ki? Siz uğraşırsınız. Çəkdim ya, narahat ol. İndi biraz gəlib çəkəcəm. Heç nə olmaz, su tökəndə gedəcək, heç nə olmaz. Su verim sənə, nə? Yavaş. Al qızım. Salfetka bizə xeyir eləməyəcək, amma qızım.
Əllə silər. Dəsmal. Niyə çək sudur o? Əla. Sökmüşük. Hadi. Yavaş yavaş. Ver. Misal ver yoldaşımındır. Ver alma. O sənin içməli suyundur. Yoxsa ona çox tökmə də balam. Sən tökmüsən. Tökülən. Bizim köməyə ihtiyacın var. Yoxdur. Ay sağ ol. Onu birinci qoyuruq. Kötüyü qoy. Kötüyü ay sağ ol qoy. Bunu da o. Kızım bu aşağı kötü hissəsi var ha. Onu qoyacaqsan bax belə. Hə, bayla. Bunu da belə tut. İkisini birdən qoy. Kızım gəl əyləş öz yerində bax. Kızım bitirdin sən. Qoyma ora qoyma. Buna su tökmədin sən. Ömər. Nə istəyirsən? Ha, sizin torpaq. Yaxşı, bundan yaxşı. Çox tökməyin, bir daha tökün. Yaxşı, bir daha tökün. Çünki su verməsən o gün öləcək. Bir daha tökün. Yaxşı. Çox sağ olun mənim. Kimə verdin suyu? Qızım. Nərgiz gilə, hə, çox sağ ol. Biraz tök, çox tökmə. Çox tökmə. Məsələdir sənə su. Ver özünə az tökə, yaxşı. Aferin Vüsalın gülünə. Vüsal buna su tökmüsən balam. Aferin. Tut bunu. Sen bunu niye su tökmedin ki? Su tökmesen, su tökmesen içine. Su. Su olmasa da bu tohum bunun içinde bitmez axı. Ben yığışdıracağım. Sen narahat olma. Görək hamı bitirdi. Söyle kızım bitirdi. Sen çok su töktün. Böyle olmaz. Sen çok su töktün balam. Bitirdi Rıza Ömer. Çok su tökme. Ay o gül çürüyecek yazık. Niye o kadar su töktün balam? O kadar su töktün o çürüyecek bitmeyecek. Bakın